Herkese selamünaleyküm de sahər vaxtınız xeyir olsun değerli izleyiciler ve güzel insanlar. Trende yine başlayıq. Bayaq trendi challenge nömrə 4 səhv eləmirəmsə, bəli 4 idi. Bugün də fərqli bayraqlarla sizlərin qabağınızda olacağım. Şəkilə qoyacağım. Paytaxt dil və din şəkildə davam edəcəm. Çox da vaxt uzatmadan keçid alaq bayraqlarımıza. Və baxaq ki, bugünkü proqram bizə hansı bayraqları göstərəcək. Gözləyik. Aha, 4 dənə küncündə 4 xaç olan bayraq. Əlbəttə ki, Gürcüstandır. Paytaxtı Gürcüstanın paytaxtı haraydı? Ay Allah, bilmirəm. Dili Gürcü dilidir. Hər halda dini də ki, xristianlardır. Başqa nə olacaq ki? Çoxsuz xristiandır. Paytaxtı, ayda bilmirəm. Yazarsınız yoruma, növbəti bayraq. Aha, buraya Özbəkistan. Əlbəttə Asiya ölkəsi Özbəkistan. Tanıdığım idmançılar da var orada. Özbəkistanın paytaxtı bilmirəm. Özbək dili, dini də ki İslam dinidir, müsəlman ölkəsi. Türk dövləti adlandırmaq olar. Bəli, və növbəti bayrağa keçid alırıq dostlar. Növbəti bayraq. Aha, bura haradır? Əfqanistan paytaxtını bilmirəm. Məncə Ərəb ölkələrinə aiddir Əfqanistan. Dini də ki, əlbəttə ki, İslam dinidir. Əfqanistan dini İslam dinidir. Və növbəti bayrağa keçid alırıq. Aha, bura haradır? Ayda, bunu bilmirəm. Dostlar, hər 4-cüdə ilişib kalıram. Bunu sizə bırakıram, bunu yazarsınız yorumlara və kanala abunə olmağı unutmayın. Yorum, like, paylaşmağı da unutmayın. Özünüzdən müğayət olun. Gələn görüşənədək.